Fəyyada, bax, Qurban Bayramı gəlir qabaqda. Qəssablar üçün, şeflər üçün, ümumiyyətlə hamı üçün, nə şef qəssab. Amma qəssab seti, bax, bu hədiyyəli, özdə endirimdə, ləzzətli endirimdə can, qiymətlərə düşdü. Diqqətlə qulaq as, qiymət nədir? Bax, bu təmiz göndəri, Muradxan brendi, səviyyə belə murskoy, bax, bu gözəl set. İçi də bax, gözəllik, içində 5 dənə bıçaq var, dəri siyirmə, kemik yüzmə, ondan sonra kasap 1, 2, 3. Yəni bütün zbor bir dənə şumadan çıxın içində. Qəssablar, istəyirsən, belə qəşəng video çəkəsən, elə bunu götür, özdə belə qaymaq kimi kesir də. Kesir, çox ləzzətli, çünki Türkiyə brendidir, gözəl brenddir. Özdə bu ancaq bizdə bir dənə sən yaxından göstərəm. Bunun gözəlliyinə bax. Bıçaq deyil, qayımaqdır, qaymaq. Buna bax, lezva kimi istidicə. Burasına fikir ver, bütün Muradxan olduğu kimi hamısı bax, axıra kimi dəmir. Latun bilərzik, qoz ağacı, bu hamısı latundur, çürümür, paslanmır. Özü də ki, en altı mov metaldır, sərt metal. Bütün modellər var, bax, qəssablar üçün. Bu böyük bıçaq kasab 3, ən çox sevdiyim bunlardır, bax. Buna deyirlər dəri yüzmə, qəşəng dəri yüzmə. Qurban Bayramı gəlir, rahat belə dəri yüzürsən. Burası avval gəlir ki, rahat bunu dərisini üzərsən. Bu da kemik siyirmə gedir. Kemik siyirmə nədir? Avvalqa bıçaqlar arasında. Əti sümükdən ayırmaq üçün belə ən kırt yerlərdən. Plus da ki, bu ikisi də gözəllik kasab 3, daha doğrusu kasab 2, kasab 1. Yəni, ətin boyutuna görə rahat doğrama kəsmək üçün. Ya, ət uruxa, gəl. Bu gözəlliyi vur qoltuğu var, parça.